Son günlər xaricdə məskunlaşmış və söyüş blogerləri kimi tanınan Tural Sadıqlının və Məhəmməd Mirzəlinin paylaşımları müzakirə olunur. Hər iki şəxs ötən həftə sonu video müraciət yayaraq bildiriblər ki, indən sonra rəhbəri olduqları Azad Söz və Made in Azərbaycan səhifələri fəaliyyətlərini dayandırır. Səbəb kimi maddi imkanlarının tükəndiyini deyiblər. Tural Sadıqlı bildirib ki, işi davam etdirmək üçün ayda ən azı 3000 avro vəsait lazımdır. Məhəmməd Mirzəli də eyni arqumentləri söyləyib. Hər iki blogerin fikri budur ki, əgər dəstək alarlarsa, səhifələri dayanmayacaq. Əks halda bu işi aparmaq mümkün olmayacaq. Sözügedən açıqlamalardan sonra bəzi rəylərdə deyildi ki, bu oyundur. Əlavə pul yığmaq üçün belə davranılır. Başqa rəylər isə belədir ki, onlara sponsorluq edənlər vəsaiti dayandırdıqları üçün çətinliklə üzləşiblər. Amma əsas versiyaya görə xaricdəki söyüş blogerlərini Ramiz Mehdiyev və ona bağlı çevrələr maliyyələşdirirdi. Mehdiyevlə bağlı həbs qərarı verildikdən, araşdırma, istintaq başlandıqdan sonra vəziyyət dəyişib, xaricdəkilərə ötürülən pullar kəsilib. Məsələyə dərindən baxdıqda, proseslərə məntiqlə yanaşdıqda bu rəy çox da inandırıcı görünmür. Ramiz Mehdiyevin gizli siyasi müttəfiqlərinin olduğu barədə indiyə kimi çox deyilir, yazılır. Onun radikal müxalifətlə, xüsusilə də AXCB sədri Əli Kərimli, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli ilə əlaqələri barədə mediada, sosial şəbəkələrdə məlumatlar yayılıb. Yəqin ki, bütün bunlar istintaq tərəfindən araşdırılıb, müəyyənləşdiriləcək və hüquqi qiymət veriləcək. Qlobal İnfazın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, xaricdəki blogerlərin əsas sponsoru Sokarın İnvestisiya Departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan Adnan Əhmədzadədir. Onun əsas məqsədi biznes rəqiblərini xaricdəki bu şəbəkə vasitəsilə hədəfə çıxarmaq, onlar haqqında yalan doğru məlumatları ictimai rəyə bu şəkildə ötürmək və həmin şəxsləri nüfuzdan salmaq olub. Adnan Əhmədzadənin özünə siyasi rəqib gördüyü şəxslərə qarşı da bu şəkildə qara PR təşkil etdirdiyi iddia olunur. Mənbəmizin məlumatında vurğulanır ki, əsas maliyyə mənbəyi İstanbuldakı mərkəz olub və pullar oradan paylanıb. Bəzi hallarda nağd, bəzi hallarda isə kartlara, hesablara köçürülmə yolu ilə bu işlər idarə və koordinasiya olunub. Deyilənə görə Adnan Əhmədzadə izi itirmək üçün bəzən özü haqda xaricdəki blogerlərə ifşa edici məlumatlar ötürülmüş. Bununla da elə rəy yaradıb ki, güya bu şəbəkənin hədəfindədir. Yəqin ki, istintaq bu detalları araşdıracaq və həqiqət tam olaraq ortaya çıxacaq. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.